Siz dirilmeye inanırsınız mı? Geçmiş zamanlarda da dirilmeye inanmayan bəzi insanlar var idi. Onlar İsa Məsihin yanına yaxınlaşdılar və ondan soruşdular. Müəllim, sən hər şeyi çox yaxşı öyrədirsən. Bizim sənə bir sualımız var. Sən bunu da bizə izah elə. Musa'nın qanununda yazılır ki, əgər bir kişi bir qadınla evlənərsə və qadından uşağı olmadan kişi dünyasını dəyişərsə, onda kişinin digər qardaşı həmin qadınla evlənsin və həmin adamın nəslini davam elətdirsin. Və bir qadın bir kişi ilə evlənir. Onun övladı olmadan dünyasını dəyişir. Və qadın digər qardaşla evlənir. Və o qardaşdan da uşağı olmadan dünyasını dəyişir həmin qardaş da. Və növbə ilə beləcə bütün qardaşlarla evlənmiş olur. Onda sual verirlər. Bəs yaxşı, dirilmə zamanı göylərdə bu qadın diriləndə kimin arvadı olacaq? Hansı qardaşın? Axı bütün 7 qardaşın hamısı bu qadınla evlənmişdi. İsa Məsih suala belə cavab verdi. Bu dövrün insanları evlənir, ərə gedir və ölürlər. Amma göylərdə nə evlilik, nə də ərə getmək var. Orada heç ölüm də yoxdur. Çünki Allahın olduğu yerdə yalnız həyat var, ölüm yoxdur. Və beləcə bu qadın heç bir qardaşın arvadı olmayacaq. Çünki dirilmən insanlar, dirilmə övladları olduqlarına görə onlar mələklər kimi olurlar və onlar Allahın övladları adlanırlar. Və Allahın övladları isə nə ərə gedir, nə də evlənirlər. Musaya isə Allah dirilərin Allahı olduğunu bununla sübut etdi ki, yanan kolun içərisində onunla danışanda özünü İbrahimin, İsaqın və Yaqubun Allahı olaraq tanıtdırdı. Deməli, Allahda salih olaraq ölən insanlar heç də ölmüş sayılmır. Onlar dirilmə gününü gözləyirlər və Allahla birlikdə dirilmə günündə Allahın yanında diri olaraq dayanacaqlar. Ölən insanlar isə o insanlar sayılır ki, onlar salihliyi qəbul etmədən, Allahı qəbul etmədən dünyasını dəyişirlər və belə insanlar Allahla bir yerdə dayana bilməyəcəklər və onlar ikinci ölümdən, yəni dirilmədən sonraki ölümdən öz paylarını alacaqlar. Digər insanlar isə göylərdə Allahla birlikdə qalacaqlar. Əgər siz bu mövzu ilə bağlı daha ətraflı məlumat almaq istəyirsinizsə və öz fikirlərinizi bizlə bölüşmək istəyirsinizsə, bizlə əlaqə saxlaya bilərsiniz.